Çox güləşirdik. Salam, mənim adım Fəriddir. Eltac mənim dayımdır. Mən ondan güləşirdim, basketbol oynayırdım, mənə boks öyrədib, çoxlu şeylər eləyirdik. O ayağı ağrımağa baxmayaraq mənlə çoxlu vaxt keçirirdi. Həmişə mənə deyirdi ki, dərslərini yaxşı oxu, ananı incitmə. Mən də həmişə qulaq asırdım, dayımın sözündən heç vaxt çıxmırdım. Mənim dayım mehriban, uşaq sevən, yaraşıqlıdır. Dayıma çəkdiyi şəkillərdə ən çox sevdiyim əsər nənələrin əsəridir. 9 yaşım olanda mənim üçün rəsm çəkməyi öyrəndi. Rəsm şeyləri almışdı. Fırça, boya, albom. Daha sonra mən başladım çəkməyə. İndi rəsm çəkməyi sevirəm. Ən çox Gorillaz mahnısı var, onu dinləyirdik. Əylənirdik, fotoaparatla şəkillərimizi çəkirdi. Yayda parka aparanda parkda şəkil çəkib gəzəndən sonra marojna alırdım, marojna yeyirdik. Həmişə yazırdı ki, dayıcım darıxmışam. Nə vaxt gəlirsən? Yaxşı ki, mənim dayım oldu. Salam, mənim adım Elvindir. Mən Eltacın doğma əmisi oğluyam. Eltacla uşaqlıqdan çox uzun vaxtlar keçirmişik və bir yerdə gözəl vaxtlar da keçirmişik. Eltac haqqında nəsə danışmaq olsa, mən Eltacın ancaq şəxsi keyfiyyətlərindən danışaram. Eltacın şəxsi keyfiyyətlərinin mükəmməlliyi onun işinə də göstərib həmişə. Çünki Eltac bir neçə dəfə bəzi işləri bir yerdə görmüşük. Eltacda bir mükəmməliyətçilik var idi. Və daima bir şeyi bitirənə qədər, onu ən gözəl vəziyyətə çatdırana qədər işləməyə, axıra qədər getməyə xoşlayırdı və işindən əlavə gündəlik həyatda da insanlarla çox xoş davranırdı. Yəni heç kimin xətrinə dəyəcək qədər heç kimdən nə səsini qaldırardı, nə kiminsə xətrinə dəyərdi və ikinci bir Eltacdan öyrəndiyim bir şey çox xoşuma gəlirdi ki, insanları yola verirdi. Yəni mübahisə eləmirdi insanlarla və hamı ilə də gözəl davranırdı. İşində isə kifayət qədər aqressivcəsinə gözəl işləyirdi. Ona görə də Eltacın bütün işləri hamı görür ki, necə gözəl, mükəmməl işlər ortaya çıxarıb. Əgər bir insanı şəxsi keyfiyyətləri ilə işinin bir düz mütənasib olmasını görmək mümkünsə, bu məncə Eltac üçün deyə bilərik ki, Eltaca aiddir bu. Və mən Eltacı həqiqətən darıxıram. Bəzən də heç ağlıma gəlmir. Elə bilirəm Eltac hələ də yaşayır. Eltac hələ də bizlə bir yerdədir və bir yerdə olduğumuz yerlərdə bəzən olur, amma oradan keçəndə Eltac gözümün qabağından getmir. Və Eltac üçün darıxıram həqiqətən. Mən rəngkaram. Hüseyn Kəngərli kimi tanınıram. Abstrakt işlər edirəm. Belə. Eltacla tanışdığım hardasa bir 5-6 il qabağa yəqin ki. Tam dəqiq yadımda deyil. O da abstrakt işlərlə məşğul idi, abstrakt düşüncə ilə məşğul idi. Əslində bizi birləşdirən ortaq cəhət o idi əslində, incəsənət idi, düşüncələrimiz idi, kritikalar idi əslində daha çox. Kritika eləməyi sevirdik, o da mən də. O sosial işləməyi çox sevirdi. Məsələn, insanlarla işləməyi çox sevirdi. Əlil insanlarla, fiziki qüsurlu insanlarla işləməyi sevirdi. Onları insanlara tanıtmağı sevirdi. Ona görə o insanların fotolarını çəkirdi və bu çox ağır idi əslində mən məsəl üçün. Mənim də təcrübəm olub, bir ilə yaxın işləmişəm fiziki qüsurlu insanlarla. Çox ağırlı bir prosesdir. Eltac bunu qaldıra bilirdi. Və bu mövzuda çox böyük töhfələr oldu. Özünü adadığı
məqam o idi, bilmirəm. Özündən yəqin ki, onlar da bir parça tapmışdı ya da nəsə. Onda da var idi fiziki qüsur. Amma ona məşət eləmirdi. O dəhşət dərəcədə çox güclü adamdı. Yəni mən onun yanında çox zəif qalırdım əslində. Xüsusi ruhudur da. Belə insanlar var həyatda, hansı ki, onlar gəlirlər və bir müddət vəzifələri var. Onu görürlər və ya öz seçimləri ilə, ya da təbiətin istəyi ilə köçürlər. O da o insanlardan biri idi. Sadəcə olaraq o realizmlə məşğul olmaq istəyirdi. Yəni həyatda incəsənət də elə bir şeydir əslində. Sən realizmlə məşğul olmalısan. Yəni, işlərin abstrakt ola bilər, amma realizmi oxumalıdır. Həyata dair olmalıdır. Və bu həyatın da reallıqlar hər zaman acı olur. Yəni bu bütün ustalar da bunu təsdiqləyir, zaman bunu təsdiqləyir. İstedad əslində bir lənətdir verilir bəzi insanlara. Onlar da onu daşıyırlar özlərinə. Və Eltaca da verilmişdi. İfadə eləmək çox çətindir. Bu Eltacla bağlı nəyə görə ifadə eləmək çox çətindir? Çünki əgər o bugün mənə baxırsa, görürsə, mənə gülür yəni konkret. Həqiqətən gülür. Çünki deyərdi ki, sən neyinsən orada oturmuşsan? Bildin, əslində mən bunu bu danışığı eləməyimin səbəbi ya da intervyundansa. Nəsə gündür düşünürəm, 3-4 gündür mənə bu təklif gəlir, mən fikirləşirəm ki, nə deyərdi? Mən bilirəm ki, deyərlər, get işinlə məşğul ol da, yəni getmə ora, heç nə danışmama haqqında bir şey. Kanka gülür mənə bu dəqiqə, yəni mən belə düşünürəm. Gəl adamdır, yəni heç vəcinə olmazdı, yəni ki, mənim haqqımda film çəkilir, ya da kimlərsə məni yad eləyir falan filan. Hamısı onun üçün bu dəqiqə multfilm gəlir, yəni. Və mənə baxıb gülür, yəqin ki, bir gün görüşəndə də üzümə tüpürəcək bu intervyuya görə. Həqiqətən. Salam, mən Qismət, Eltajın yaxın dostuyam. Eltajla tanışdığımız bir neçə il bundan əvvəl baş verib. İçəri şəhərdəki studiyaların birində sərgisi var idi və mən ora dəvət aldım. Öz məhdudiyyətini, xəstəlikdən sonra yaranan fəsadları üzərində çox işləmişdi və onları bir psixoloji travma kimi baxmırdı onlara. Bütün həmin o yaranan problemlərdən yetərincə çox ilhamlanırdı hətta. Mən Eldar Əkbərov, fotoqrafçıyam, interyer və arxitektura fotoqrafçıyam. Və Eltajın haqqında nə demək olar? Eltajın həmişə öz fikri var idi incəsənətdə, öz düşüncəsi var idi. Həmişə axtarışda idi, o maraqlı idi və onun üçün Azərbaycan balaca bir səhrət idi, yəni çox balaca bir yer idi, yəni ki, o daha geniş özün üçün məkan axtarırdı incəsənətdə, özünü nümayiş eləmək üçün, başqa bir şeyləri öyrənmək üçün və ona görə həmişə axtarışda idi bu tərəfdən. Və bu problemi keçmək üçün o məsələn gedirdi Ukraynaya, gedirdi Belarusiyaya, orada məsələn hansısa bir müsabiqələrdə, konkurslarda iştirak eləyirdi, sevinirdi, oradan gələndə həmişə bir pozitiv emosiyalarla qayıdırdı və bu emosiyalarla bölüşürdü. Özün də öz işindən narazı idi, həmişə istəyirdi ki, daha emosional, daha çox enerji olsun onun işində. Yəni ki, həmişə belə onda belə bir xəssiyyət var idi. Daha belə bir deyim sizə özünə baxışmı deyim. Yəqin ki, belə demək olar. Və o özünə baxışı o birisilərə də translyasiya eləyirdi ki, onlardan da bunu istəyirdi görsün. Onun qəşəng bir xəssiyyəti var idi ki, hörməti də saxlayırdı
böyük, kiçik, hətta incəsənətdə də öz mövqeyini də saxlayırdı və öz sözünü həmişə deyirdi. Yəni o deyirdi ki, məsələn, mən bundan razı deyiləm. Eltac səmimi idi. Xoşuna gəlmirdi, deyirdi, xoşuna gəlmir. Ona görə bax o çatışmır. Mən rəssam, heykəltaraş Ramal Kazım. Eltac çox maraqlı adam idi. Yəni hər saat qarşılaşacağın, hər saat görəcəyin bir adam deyildi. Bəzən belə anarxist də görünə bilərdi. Barışmaz görünürdü. Bəzi vaxtlarda nələrsə bəlkə də haqlı üsyanlar da eləyirdi. Bu bir əslində bir incəsənət insanlarının bir ortaq bir ruh halıdır. Və onun yaradıcılığına məncə təzədən bir də baxılmalıdır. Yeni nəsil baxmalıdır. Dostlar bir də bax. Bəlkə də mənim özümün də gözümdən qaçır. Şəxsən mən hadisədən sonra mən onun Instagramına bir də girdim, baxdım. Həyatın təlaşından o qədər ki, imkan olmayıb, bəzilərinə baxa bilməmişəm, qaçırmışam və çox təəssüf elədim. Şəxsən özüm də çox təəssüf elədim ki, mən ona deməliydim ki, bu nə maraqlıymış, nəymiş. Bu həyatın təlaşı bax bizi bəzən belə bir-birimizdən qoparır. Ona görə bəzən deyirəm, bu həyatın təlaşından qopub belə bir-birimizin elədiyinə, paylaşdıqlarına bir daha diqqətlə baxa bilərik. Çox paylaşılacaq şeylər var. Bir-birimizdən dialoq eləyəcəyimiz çox şeylər var bizim bir-birimizdən, amma onu da hamısını düşünürəm ki, vaxtında və zamanında olmağı daha gözəl olardı. Amma mən Eltaca çox təşəkkür edirəm. Onun bizim xatirələrimizə qatdığı gözəl yəni günlərə görə həqiqətən. Mənim adım Aynur Zərintacdır. Özüm teatr rejissoruyam, Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisiyəm. Talgovin ortasında çox qarşılaşırdıq. Bəzən fiziki məhdudiyyətli tanışlarımızdan hansınsa arabasını müşahidə edirdi Eltac. Və saat bilirdim ki, kimsə gedib evindən çıxartıb ki, dur gedək. Bayırda hansısa görüşə, hansısa tədbir var. Nə qədər deyərəm ki, evə qapanmış adamı evdən bayıra çıxartıb, sənətlə tanış eləyib. Çox belə pozitivdir. Məndən soruşsalar ki, bax, əgər sən onun bədənini obraz olaraq necə canlandırarsan, emosiyalarını, hisslərini, mən də dayanıb belə eləyərəm. Necəsən? Çox qaynardı da, çox dinamikdir. Çox maraqlı işləri var idi. Ağ-qara rənglərlə işləyirdi kamerada. Məsələn, Instagram səhifəsində paylaşdığı bir şey xoşuma gəlmişdi. Çünki işində təkcə o deyildi ki, obyektivi götürüb nəsə kadr tutsun və o kadrı görüntülü şəkildə versin. Bu kadrın arxasında, bu kadrı həkk elədiyi görüntüdə bir canlı bir məna yaşayırdı. Çünki Eltac aktivizmdən gəlmişdi sənətə. Aktivizm odur ki, qapısını döyüb bayıra çıxartdığı bir insanın o qapının arxasında necə qarşılaşacağını bilmirdi. Çıxacaq bayıra, çıxmayacaq, amma gedirdi. Əlində kamera da elə gedirdi. Emosiyalar üçün gedirdi, unudulmuş yaşdaş üçün gedirdi, ağrılar üçün gedirdi ki, onu necə bu bir anda ağ-qara şəklində tanıda bilər, göstərə bilər. Mən Aydan Nəbiyeva, Eltacın dostuyam. O həqiqətən unikal bir fotoqraf idi. O insanların görmək istəmədiyi, bəlkə də mücərrəd görünən bir əsərlər ortaya qoyurdu ki, bu da insanların daxili emosiyalarını əks etdirən, məsələn, onun Crystal Man seriyası həqiqətən də o emosiyaları əks etdirən bir seriyadır. Küçə fotoqrafiyasında bizim görmədiyimiz, bizim bəlkə də fikir vermədiyimiz, başqa bir tərəfdən yanaşılan, görünən tərəfini əks etdirirdi. Həmçinin necə deyirlər, incəsənət bizə fərqindəliyi öyrədir. Eltac da bizə fərqindəliyi öyrətmişdi bu cəmiyyətdə. Hansı ki, fiziki məhdudiyyəti olan şəxslərin, əlillərin hüquqları üzərində, hüquqları uğrunda daim çalışırdı ki, onlara dəstək olunsun, onların emosional tərəfini daha çox fikirləşdirirdi və onu göz önünə çıxartmağa çalışırdı. Eltac 7 il psixiatriyada
işləmişdi, sosial işçi olaraq işləmişdi və həmişə deyirdi ki, oradakı insanların sevgiyə ehtiyacı var sadəcə. Onun çoxlu sərgiləri olmuşdu. Həqiqətən çox fəxr ediləsidir onun çəkdiyi fotolarla. Müxtəlif jurnallarda, Amsterdamda, İtaliyada, Londonda onun sərgiləri olmuşdur. Bütün jurnallarda onun şəkilləri, məqalələrdə yer almışdır. Həqiqətən fikirləşəndə insan fəxr edir ki, belə bir insan yaşayıb, bu dünyadan keçib, fərqindəlik yaradıb. Çünki yəni ki, yaradıcı insanların dünyası zamansızdır. Biz əgər fiziki olaraq da onlar bu dünyada olmasalar belə, onların yaradıcı tərəfi həmişə yaşayır, həmişə xatırlanmalıdır. Mən istərdim onunla olan sonucu xatirəmizdən bir şey danışım. Biz avqust ayında getmişdik. Rəfiqəm Günel ilə birlikdə biz getmişdik Yaylaq festivalına. Yol boyu 6 saatlıq uzun bir yoldur. Gədəbəydə yerləşir həmin festival. 6 saatlıq uzun yol bizə cəmi 1 saat kimi gəlmişdi. Çünki Ertac çox maraqlı söhbətləri var idi. Çox maraqlı musiqi zövqü var idi və biz yol boyu mən onun bütün qoyduğu mahnıları mən şazam edirdim ki, özümə götürüm və sonra dinləyim. Və hətta özümdə playlist yaratmışdım, Ertacın playlisti deyə. Olduqca zarafatçıl, olduqca səmimi və həmçinin də çox savadlı idi. Yəni bütün mövzular haqqında çox adekvat fikirlərini bildirirdi. Mən Zeynalova Aytac, Eltacın bacısıyam. Eltacla xatirələrimiz çoxdur, həddən artıq çoxdur. Biz onunla həmişə bir yerdə olmuşuq, bir yatmışıqdır, bir durmuşuq. Yan-yana, çin-çinə çox olmuşuq. O elə gözəl insan idi ki, həyat dolu, hamı deyir həyat doluydu. Amma həyat doludan başqa o qeyri-adi insan idi. O adi bir almanın qoyuluşuna kimi o başqa cür baxırdı. Biz onu bəlkə də görmürdük. Deyirdik, Eltac, bu almadır ya qabdır. Deyirdik, onun duruşu tamam fərqlidir. O xəstəliyindən sonra onun həyat mücadiləsi deyim də, o daha qüvvətli idi. Çox mübarizə apardı, çox əzmkar idi, dözümlü idi. O hələ təzə xəstələnəndə belə dağlara çıxırdı. O ki, komadan ayıldı. Demək olar ki, Allah vergisi idi ona. Komadan ayılandan sonra o başladı çəkilişlər eləməyə, foto çəkməyə. Halbuki yandıra bilmirdi, kamera hardan yanır, onu belə bilmirdi. Amma başladı öz üstündə işləməyə, ona maraqlı gəldi. Bəlkə də həyata tutunmaq üçün bir ona işıq idi fotoqrafiya. Əlillərlə, sosial işlərlə o daha çox rahatlıq tapırdı, mən elə bilirəm. Uşaq evlərinə getməklə, autist uşaqlar elə belə onu çəkirdi. Hara gedirdi, həmən uşaqlar gəlirdi, ona yaxınlaşırdı, onunla ünsiyyət qururdu. Deyirəm də, maqnit kimi insan necə çəkər, bu da onların elə bir dilin bilirdi. Eltac mənim oğlum. Eltac da Zeynalov Eltac. Cəbrayıl rayonunda anadan olub. 86 təvəllüd 24 iyul. Eltacın həyatı çox çətin olub. Uşaqlığı çox gözəl, sakit, mülayim, ağıllı. Heç kimi incitməyən bir uşaq olub. Həmişə seçilib oturuşu ilə, duruşu ilə, ailədə, qohumlar arasında, məktəbdə. Həmişə nəsə onun öz dünyası var idi. Çəkilərdi öz dünyasına. 17 yaşında işləyib. 10-cu sinifi qutarandan sonra mən işləməliyəm. Atasından gizlin gedib otelə işə girib. 4 il institutda oxudu. Korporasiyanı qutarıb. Vergi, idarə etmə və təşkili.
Bir gecə zəng elədilər ki, Eltac komaya düşüb. Ən ağır. Mən də qısa danışıram da sizə. Bir sutka komada qaldı. Mən getdim ki, dedim, ölüb deyirlər, yox. Güya iynə vurub atırtmışıq, amma mən sakitləşdirmək üçün onu dedilər. Ayılandan sonra bilmədik, ayaqda tutulduğunu bilmədik. Amma bir gündən sonra getdik, yenə dedilər ki, nəsə problem var. Ayağında problem var. Onda həkim dedi ki, belə də tutulub, sinirdi, nəsə. Ancaq girdim yanına, tək mən girirdim də yanına. Gördüm ki, ayaq yoxdur. Nə bilim, həkimlər dedi, möcüzədir ki, hələ bu sağ qalır. 10 gün reanimasiyada qaldı, 10 gün. 10 gün reanimasiyada uşaqlar heç yana tərpənmədi, heç yana. Onun gücünü, məndən aldığı güclə o qalxdı. Təsəvvür edin ki, ancaq başı tərpənirdi. Bir də yemək yeyirdi. Həkimlər dedi, yaxşı yeyirsə, atladacaq da. 10 gündən sonra təsəvvür, o reanimasiyadan çıxartdılar o birisi şöbəyə. Plastinanın arasında onu götürdülər. Çox əziyyət çəkdi, çox. Ancaq həyat doluydu, amma sağalacam. Mən dedim, mən səni sağaldacam, o da deyirdim, amma sağalacam. 2 il Eltac vəbşə yeriməyib uşaqlar. Heç yeriməyib. 2 il əlinə həsad almayıb. Hamı dedi, alsın, almadı. Bir ayağı, o xəstə ayağı qaldırıb, bu birisi ilə tullana. Ona görə o ayağına naxış vurdurmuşdu ki, çox şey görsənir. Onu saxlayan fotoqrafiya oldu. Fotoqrafiya olan marağı, bu neçə illər onu yaşatdı. Elə o yeriməyə başlayandan aparatı götürdü. Onu ilə rahatlıq tapırdı, çəkməklə, yaratmaqla. Rahatlıq ancaq onu ilə. Uşaqlar gedirdi, çəkirdi, gəlirdi tez. Elə bil ki, ona dünyanı verirdi. Otururdu, hansını artistə təmizləyirdi, yığırdı. Ay mama, o qədər gözəl şeylər çəkmişəm. Özdə, bilmirəm, indi onun dostları da, siz də hamınız onu tanıyırsınız, hamı var. Ancaq onun ən yaxın dostu mən idim. Ən birinci yeriməyə başlayanda da evdən ki çıxdı, 8 mart idi. 2 il sonra güclə yeriyirdi. Ondakı yerimək, indi siz nə idi ki, indi rahat yeriyirdi. Ayaq gücün atırdı da. Birinci qocalar evinə 8 mart günü gedib qocalar evinə. Ən birinci. Orada onları çəkib. Məşdağada çox 8-9 il 9 il oranın müdürü ilə getdi, danışdı, icazə aldı. Onlarla, o artist də onlar haqqında belə xəstələrin çəkib, qəşəng çox çəkib. Çox çəkimləri var. İtaliyada olub, oradakı şəkilləri, bütün xarici saytlara, sərgilərə, Belarusiyada, Ukraynada oldu, Gürcüstanda, bunların hamısında hər yerdə də çəkmək ancaq çəkirdi də. Qeyri-adi. Onu yaşadan fotoqrafiya oldu. Bu xəstəlik vaxtı ona güc verən, yaşadan fotoqrafiya oldu. Ağrılara dözə bilmədi. Axır vaxtlar ağrıları çoxaldı. Baş ağrıları, həşət çoxaldı. Bəlkə də heç kim bilmir, onun bir qulağı eşitmirdi komadan sonra. Sol qulağı, sol tərəfi idi axı. Sol qulağı eşitmirdi. Amma onu heç kim hiss eləmirdi. Məsələn, mən bilirdim, mən sağ tərəfində durardım həmişə. Kim amma sağda durur, bu tərəfdə eşitmirəm axı.
Sən bilirsən axı, mən çaşıb solda duranda deyirdim, amma sən bilirsən axı, sən də eləmə də onu mənə. Yəni belə